bürcü 7 iyun 2026-cı il. Gün vacib xəbərlər gətirəcək. Bu xəbərlər sizi planlarınızı dəyişməyə və qeyri-adi mürəkkəb, amma perspektivli layihələr üzərində işləməyə başlamağa ruhlandıra bilər. Nəzərə alın ki, hər şey dərhal alınmayacaq, amma ilk uğurlara çatmaq üçün bir neçə cəhd etməyə hazır olun. Müttəfiqlərlə ortaq dil tapmaq çətin ola bilər. İşgüzar münasibətlərdə problemlər mümkündür. Məsələ ondadır ki, qoçların intuisiyası çox güclü olacaq və bunun sayəsində bürc nümayəndələri digərlərindən əvvəl hansı istiqamətdə hərəkət etməyin lazım olduğunu anlayacaqlar. Ətrafdakılar niyə məhz belə seçim etdiyinizi dərhal başa düşməyəcəklər. Düşünün ki, vaxtınızı izah etməyə sərf etmək lazımdır, yoxsa bunu daha sakit məqama saxlamaq daha yaxşıdır. Buğa bürcü 7 iyun 2026-cı il. Maliyyə məsələlərinin həllinə xüsusi diqqət edilmək lazımdır. Pul məsələlərində bu gün hər şey o qədər uğurlu alınmaya bilər. Xüsusilə də ani alış-verişə və düşünülməmiş xərclərə meyillisinizsə, qərar verməkdə tələsməməyə çalışın. Bu gün kreditlə nəsə almaq, özünüzü başqa öhdəliklərlə bağlamaq, başqasının vəsaitindən istifadə etmək və ya öz pulunuzu riskə atmaq üçün uyğun gün deyil. Planlaşdırılmamış alışları təxirə salmaq daha yaxşıdır. Həyatın digər sahələrində vəziyyət daha xoş olacaq. Məsələn, işdə yalnız təlimatlara əməl etməkdə kifayətlənməyib öz maraqlarınızı verə biləcəyiniz işlərə diqqət etirsəniz, uğur qazana bilərsiniz. Yaradıcılıq sahəsində çalışan buğalara ilham gələcək. Digər buğaların da tezliklə həyata keçirə biləcəkləri ideyaları yarana bilər. Əkizlər bürcü 7 iyun 2026-cı il. Vacib bir iş planlaşdırmısınızsa, hərəkətə mümkün qədər tez başlayın. Bugün səhər saatları həm mürəkkəb məsələlərin həlli, həm də böyük ümidlər bağladığınız danışıqlar üçün xüsusilə əlverişli olacaq. Zaman keçdikcə müsbət tendensiyaların təsiri azalacaq və qarşınıza maneələr çıxa bilər. Onları inadkarlıq göstərənlər aşa biləcək. Amma bütün əkizlər bununla öynə bilməyəcəklər. Əgər çətinliklər qarşısında geri çəkilməyə, başladığınız işi yarımçı qoymağa meyilli olduğunuzu bilirsinizsə, çətin vəziyyətdə sizə kimin kömək edə biləcəyini düşünün. İstisna deyil ki, yaxınlıqda dəstəyi ilə uğur qazanacağınız bir insan olsun və sizə sadəcə vaxtında ona müraciət etmək lazım gəlsin. Dövlət qurumları ilə əlaqə tələb edən işlərdə gecikmələr mümkündür. Bunun bir üstün tərəfi də var. Bütün sənədləri yoxlamaq, hadisələr daha sürətli inkişaf etsəydi xoşagəlməz nəticələrə səbəb ola biləcək. Səhvləri düzəltmək üçün daha çox vaxtınız olacaq. Xərçəng bürcü 7 iyun 2026-cı il. Səhər baş verən bəzi hadisələr xoşunuza gəlməyə bilər, amma çox narahat olmayın. Sonrakı saatlar daha yaxşı olacaq. Müsbət tendensiyaların təsiri kifayət qədər sürətlə güclənəcək. Günortaya qədər artıq aydın olacaq ki, xüsusilə mürəkkəb işlərdə ulduzların dəstəyinə arxalana bilərsiniz və başqa müttəfiqlər də mütləq tapılacaq. Əvvəllər başladığınız işləri tamamlamaq, köhnə ideyaları həyata keçirmək və ya sizi və yaxınlarınızı uzun müddətdir narahat edən məsələləri həll etməklə başlamaq daha yaxşıdır. Günün başlanğıcı səhvləri düzəltmək üçün də münasib. Bu yalnız iş sahəsinə aid deyil. Məsələn, kimisə incitmisinizsə, buna görə peşmansınızsa, üzr istəyə bilərsiniz. Böyük ehtimalla üzrünüz qəbul olunacaq. Əgər köhnə tanışlarınızla görüşə çoxdan vaxt tapa bilmirdinizsə, ünsiyyətdə təşəbbüs göstərin. O buna yalnız sevinəcək. Şir bürcü 7 iyun 2026-cı il. Nisbətən sadə bir işə başlasanız belə, lazım olan nəticəni tez əldə edəcəyinizə ümid etməyin. Bugün gecikmə ehtimalı xüsusilə yüksəkdir və bu həm iş, həm də şəxsi məsələlərə, həm də yaradıcı planlara aiddir. Buna görə səbirli olun və hər şeyin istədiyiniz kimi alınması üçün bir qədər gözləməli olsanız əsəbləşməyin. Bir çox şir üçün bugün uzun müddətli planlarını yenidən düşünmək faydalı olacaq. Ola bilsin ki, hansısa səhvləri gözdən qaçırdığınızı və ya bəzi məqamları nəzərə almadığınızı görəsiniz. Həmçinin prioritetlərinizin və istəklərinizin dəyişdiyini, artıq yeni məqsədlərə doğru hərəkət etməyin vaxtı gəldiyini də aydın olacaq. Qız bürcü 7 iyun 2026-cı il. Gün ən asan gün olmayacaq, amma onu tam ümidsiz də adlandırmaq olmaz. Hətta xüsusilə mürəkkəb bir işə məşğulsunuzsa belə, orada uğur qazanmaq şansı olacaq. Amma bu səy tələb edəcək və gözlədiyinizdən daha çox vaxt apara bilər. Yeni bir işə başlamaq istəyirsinizsə, tələsməyin. Ciddi hazırlıq lazım ola bilər və ya şəraitin daha əlverişli olmasını gözləmək gərəkəcək. Tez başa çatacağını düşündüyünüz işgüzar danışıqlar uzana bilər. Artıq həll olunmuş hesab etdiyiniz məsələlərin müzakirəsinə yenidən qayıtmaq lazım gələ bilər. Digər tərəfdən ola bilsin ki, siz özünüz də son qərarı təxirə salmaqda maraqlı olasınız. Bəzi qızlar isə dərhal daha perspektivli və maraqlı layihələrə keçməyi tələb edən təkliflər alacaqlar. Tərəzi bürcü 7 iyun 2026-cı il. Adətən hamıya elə gəlir ki, siz çox uzun düşünürsünüz, amma bugün hər şey əksinə olacaq. Siz qərarları dərhal verməyə hazır olacaqsınız. Ətrafdakılar isə tərəddüd edəcək, müxtəlif variantları nəzərdən keçirəcək və bütün müsbət mənfi tərəfləri ölçüb biçəcəklər. Ən emosional tərəziləri bu vəziyyət ciddi şəkildə qıcıqlandıra bilər. Daha sakit bürc nümayəndələri isə buna fəlsəfi yanaşacaq və düzgün edəcəklər. Başqalarını tələsdirməyin heç bir mənası yoxdur. Buna görə də yaxşısı budur ki, oranın gecikmələri
və öz xeyrinizə necə istifadə edə biləcəyinizi düşünəsiniz. Siz kifayət qədər yaradıcı olduğunuz üçün bunu bacaracaqsınız. İşlə bağlı bütün məsələlərdə intuisiyanıza güvənmək olar. Məhz o mürəkkəb işlərin öhdəsindən necə gəlməyin daha yaxşı olduğunu göstərəcək. Həmkarlar və rəhbərliklə münasibətdə düzgün davranış xəttini seçməyə kömək edəcək. Gün xüsusilə hər tapşırığa yaradıcı yanaşmağa çalışan, tamamilə yeni bir şey sınamaqdan qorxmayan tərəzilər üçün uğurlu olacaq. Əqrəb bürcü 7 iyun 2026-cı il. Uzun müddətdir təxirə saldığınız işlərə qayıtmağa dəyər. Şans var ki, bu gün onları kifayət qədər tez başa çatdıraq. Sonra isə daha xoş və maraqlı işlərə keçə biləcəksiniz. Həmçinin çoxdan başlanmış söhbəti davam etdirmək və ya çoxlu mübahisələrə səbəb olmuş bir məsələni müzakirə etmək üçün də gün münasibdir. Siz həm doğru sözləri, həm də inandırıcı arqumentləri tapa biləcəksiniz. İstisna deyil ki, hamını bəyənəcəyi hər yolunu məhz siz təklif edəcəksiniz. Karyera pilləsinə yüksəlmə şansı diqqəti özünə çəkməkdən və uğurlarını açıq şəkildə göstərməkdən çəkinməyən əqrəblərdə olacaq. Amma hətta çox təvəzzökar olsanız belə nailiyyətlərinizi başqasının öz adına çıxmasına və ya ortaq layihədə oynadığınız rolun gizlədilməsinə imkan verməyin. Bu günlərdən biridir ki, özünü reklamda bir qədər artıq etmək kölgədə qalmaqdan daha yaxşıdır. Ox atan bürcü 7 iyun 2026-cı il. Gün asan və qayğısız keçməyəcək. Amma çox güman ki, sizi ruhlandıracaq xəbərlər və ya imtina etmək istəməyəcəyiniz təkliflər gətirəcək. Vaxtilə həll olunmuş hesab etdiyiniz köhnə işlərə, problemlərə qayıtmağa hazır olun. Ola bilsin ki, ünsiyyəti sizi heç vaxt çox sevindirməyən insanlarla danışmalı olasınız. Amma bütün bunlar sizi yolunuzdan çıxarmayacaq, əhvalınızı korlamayacaq. Bütün xoşagəlməz məqamlara baxmayaraq, siz öz adi həyatsevərliyinizi qoruyacaqsınız. Bu isə çoxdan dostlaşmaq istədiyiniz insanlar xüsusilə xoşuna gələcək. Çox güman ki, onlar özləri ünsiyyətdə təşəbbüs göstərəcəklər və sizə sadəcə qarşılıq vermək qalacaq. Pul məsələlərində şansa və uğurlu təsadüfə arxalanmaq olmaz. Ehtiyatlı olun, ağıllı qənaətin faydasını unutmayın. Bu, lazımsız xərclərdən, uğursuz alış-verişdən və şübhəli investisiyalardan qaçmaq üçün kifayət edəcək. Oğlaq bürcü 7 iyun 2026-cı il. Gün bir çox sadə iş üçün vacib olacaq. Siz tələsməyəcək, əvvəlcə hərəkət planı qurmağa üstünlük verəcək və yalnız bundan sonra addım atacaqsınız. Bu isə həm boş narahatlıqlardan, həm də yalançı ümidlərdən qaçmağa kömək edəcək. Başqalarının əsəbləşib narahat olduğu yerdə siz sakit qalacaqsınız və buna görə səhvlərə yol verməyəcəksiniz. İşgüzar ünsiyyətdə ehtiyatlı davranacaqsınız və bu düzgün strategiya olacaq. Hazırda özünüzü ciddi öhdəliklərlə bağlamamaq daha yaxşıdır. Xüsusilə də haqqında az məlumatınız olan insanlarla işləyirsinizsə, kimsə davranışınızı tənqid edə bilər, amma buna reaksiya verməyə dəyməz. Çox güman ki, belə insanlar sizin hansı vəziyyətdə olduğunuzu tam başa düşmürlər. Dolça bürcü 7 iyun 2026-cı il. Sizi çətin bir gün gözləyir. İşlər planlaşdırdığınızdan çox olacaq və ilk növbədə nəyə başlamağın lazım olduğu dərhal aydın olmayacaq. İşdə qeyri-müəyyən vəziyyət yarana bilər. Bunu anlamaq və nəsə etmək lazım olub-olmadığını qərar vermək üçün bir qədər vaxt lazım gələcək. Üstəlik kimləsə məsləhətləşmək də çətin olacaq. Buna görə intuisiyanızın verdiyi işarələrə xüsusilə diqqətlə qulaq asmağa çalışın. Günün ilk yarısında diqqət, dəqiqlik və xırda detallara həssas yanaşma tələb edən işlərə fokuslanmaq faydalı olacaq. Bu vaxt məşğul olacağınız məsələlər sizə çox maraqlı görünməyə bilər, amma onları həll etmək lazımdır. Buna görə özünüzü toparlayın. Daha sonra isə yaradıcı yanaşma tələb edən, bacarıqlarınızı göstərməyə imkan verən daha maraqlı işlərə keçə biləcəksiniz. Balıqlar bürcü 7 iyun 2026-cı il. Sizə ilham verən işlərlə məşğul olun. Gün məhz belə işlər üçün daha münasibdir və ən böyük uğurları da məhz bu sahədə əldə edə biləcəksiniz. Bugün bir çox balığın yaradıcılıq qabiliyyəti xüsusilə parlaq şəkildə üzə çıxacaq. Ətrafdakılar buna diqqət yetirəcək və istisna deyil ki, yaxın zamanda bürc nümayəndələri cəlbedici bir iş təklifləri alsınlar. İş məsələlərinin həllinə gözlənilməz tərəfdən yanaşacaqsınız və bu olduqca effektiv olacaq. Bölüşəcəyiniz ideyalar həm həmkarların, həm də rəhbərliyin xoşuna gələcək. Əvvəllər qabiliyyətlərinizə şübhə ilə yanaşan insanlar nə qədər səhv etdiklərini anlayacaq və münasibətləri yaxşılaşdırmağa çalışacaqlar.